Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda 6 oktyabr tarixindən unun son topdan satış qiymətləri məlum olub. Xəbər verilir ki, qeyd olunan tarixdən etibarən ölkədə 50 kiloqramlıq unun son topdan satış qiymətləri 26 manat 20 qəpik, 28 manat 40 qəpik arasında dəyişir. Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü dəvəçi taxıl MMC 26 manat 20 qəpik, ən bahalısı isə Azəri Arapoğlu LTD 28 manat 40 qəpik. Beləliklə, bundan əvvəlki göstəriciləri ilə müqayisədə 50 kiloqramlıq unun aşağı və yuxarı həddinin topdan satış qiyməti 40 qəpik artıb. Buna qədər isə qiymətlər 25 manat 80 qəpik, 28 manat arasında dəyişirdi.